Mən bu kitabı bu gün aldım. Koderanı bu gün aldım. Sağ olun. Yaxşı. Qəşəng kitabdır, amma yəqin ki, təzə versiya almısan. Köhnədə səhvlər çox idi. Burada da var, burada da yenə səhvlər var. Amma köhnədə Mənim təzədir. hə, lap çox idi köhnədə səhvlər. Ona görə bunu almısansa, lap yaxşı. Baxacağıq 11-5 bölməsinə. İstəsəz biraz da belə hələlik böyüdüm, rahat olsun deyə. Yaxşı, başlayaq. Demək, burada nə deyir? Python dilində yazılmış proqramın deyir ki, təyinatını müəyyən eləyin. Baxırıq, ədədi daxil eləyir. 2 dənə ədəd daxil edibdir burada. S0-dır. Aşağıda mənə nə deyir? N böyükdür, bərabərdir x şərti ödənirsə, onda n bərabərdir n-2, s bərabərdir s plus 1. Yaxşı, bir dəqiqə. Aha, s plus 1 deyir. Mənə deyir ki, s və n-i çap elə. Aşağıda mənə s ilə n-in çapını deyir. Əvvəlcə bir soruşum, kimin fikri nədir? Belə açıq görsənir. A bəndi deməli. A bəndi Uğur deyir. Uğur, bunu həll eləmisənmi ümumiyyətlə? Xeyr. Xeyr. Yaxşı. Uğur A bəndi deyir ki, n ədədinin x-ə bölünməsindən alınan qismət və Məncə də aldım onu. səncə dadır. Aha. Başqa fikir olan varmı? Uğur, izah eləyə bilərsənmi? Burada çıxdığına görə də hər dəfə də artdığına görə həm qisməti bir də qalığı çap etdiyini fikirləşdim. Aha. Yaxşı. Burada mən elə bil ki, nə ədəd daxil eləsəm x-ə, x-ə hansı ədədi daxil eləsəm. Məsəl üçün deyək ki, burada bura vermişəm, məsəl üçün 12. Belə bir misal üzərində deyirəm ki, başa düşək. Amma görmək önəmlidir. Əgər Uğur həqiqətən yanaşman belədirsə, əla. Baxın, məsələn, bura 3 yazdım, yuxarıya da 12 yazdım. Burada fikir verin. Demək, n ilə bağlı bir həll var. Yəni, n dəyişəcək. Aşağıya doğru getdikcə n dəyişir. S heç bununla da bağlı bir dəyişim var. Amma x-lə bağlı bir ifadə yoxdur. Yəni, x burada heç cürə dəyişmir. O mənada hər dəfə, baxın, birinci dəfəsində 12 çıxaq 3-dür. Tutaq ki, ikinci dəfəsində olacaq 9 çıxaq 3. Bu şəkildə gedəcək. Aha. Bu şəkildə irəlilədikcə S də hər dəfə bir vahid üzərinə əlavə eləyəcək. Yəni S də dəyişdi, N də dəyişdi. Ona görə də N ədədinin X-ə bölünməsindən alınan qismət və qalığı çap edir. Birinci variantda belədir və tamamilə düzgündür. Yəni bunu gəlin həll eləyək. Bəlkə kiməsə tam olaraq qaranlıq qalmasın bir dəqiqə. Baxın. Demək, birinci dəfə burada 12-3 daxil elədim. Baxın, 1-də 12-dən çıxdım 3-ün, qaldı 9-lu. Bura n deyək, burada s deyək. S də bərabər oldu. S plus, yəni 0 idi burada s. 0 idi. S oldu 1. İkincidə, kimin səsi açıqsa zəhmət olmasa bağlasın. İkincidə 9-dan çıxacağım 3-ü. Bərabərdir 6. Burada S yenə bir vahid artacaq, olacaq 2. Üçüncüdə 6-dan çıxacağım 3-ün, qaldı 3-ü. Burada da S oldu nə? 3. 4-də, baxın, burada bərabərlik olduğu üçün, yəni N-in qiyməti bərabər olacaq X-ə. 3-dən də yenə çıxacağım 3-ün, bərabərdir 0-ı. Burada nə olacaq? S bərabərdir
4 bu şəkildə getdi. Yəni belə xırdaladı. Amma ümumilikdə baxsam, ə, mən demək 12-ni 12-ni bölsəm 3-ə, bu bərabər eləyəcək nəyə? 4-ə. Qalığı da nədir? 0-dır. Yəni n ədədinin x-ə bölünməsindən alınan qismət, baxın, qismət və qalığı çap edir. Qalıq da buradadır. Qismət də buradaydı. Başa düşdünmü? Bunu yenə deyirəm, qəlib olaraq yadda saxlamaq lazımdır. Biz ümumiyyətlə keçən dəfə bu tip misallar var idi. Biz onları gördük. Ümumiyyətlə bu tip misallar görəndə bu hissəyə fikir verməliyik ki, bura. Bura nə deməkdir? Götürülən bu iki ədədi tutaq ki, n-i x-ə əslində bölə-bölə gedir. Yəni sonda mənə belə deyək, nəyi tapacaq? Qisməti. S-də də bunları toplaya-toplaya, daha doğrusu qalığı, S-də də bunları toplaya-toplaya mənə qismətin tapmış olacaq. Gəlsəm, o kimdir? Aha. Gəlsəm ikinciyə. Buna bir fikir verin. Python dilində yazılmış proqram nəticəsini müəyyən eləyin deyir. Əvvəlcə bir fikrinizi alacağım, sonra baxacaq izaha. Həm də elə bilmiş oluram da kim həll eləyə bilir və ya ümumiyyətlə bir fikir irəli sürə bilir. Riyaziyyat önəmlidir. Birincidə riyazi yanaşmaydı. Ədədlər üzərində əməldir. Orada riyazi yanaşma önəmlidir. Riyaziyyat kimdə güclüdürsə, təbii ki, bu tip məsələləri tez həll eləyəcək. Tam 29. 29. Yaxşı. Baxaq. Burada demək, biz if, elif əlaqəsi haqqında keçən dəfə danışmışdıq. Demişdik ki, if doğrudursa, bura doğrudursa və yaxud da şərt ödənirsə, onda elifə neyəmirdi? Düşmürdü. Belə bir demək, şərt qoymuşduq. Bu elif üçün də bunu belə demişdik. Elifi yadımızda saxlayırıq. Else if bu şəkildədir bu elif. Else if. Yaxşı. Burada baxsaq birinci for a in range-də mənim demək, dəyişənimin qiymətləri 2, 3, 4, 5, 6, 7 olacaqdı mı? Olmayacaqdı. 7-ni götürmürüm. Yəni sonuncunu yadımda saxlayıram ki, götürmürəm. Sonra bu in-in qiymətləri baxıram ki, bax bu hissədə in-in qiymətləri şərtdə iştirak eləyir. Şərtdə iştirak eləyirsə, demək o artıq addım deyil, birbaşa dəyərdir, in-in dəyərləridir. Bu dəyərləri mən nəzərə alacağım bu baxımdan. Baxın, buranı biz necə ayıraq ki, bizim üçün rahat olsun. Burada yazıram bir i. Bu biri tərəfdə də yazacağım belə. i yazdıq. i yazmayayım. Burada yazım 2, 3, 4, 5, bir də 6 deyək. Aha. Bir ifə görə var. Bir elifə görə var. Bir də elsə görə var. Burada qiymətlər alacaq. Baxın. İndi belə çox xırdalayıram. Bunları çəkirəm ki, görünsün izah məqsəddir. Əslində bu qədər belə yaymağa ehtiyac yoxdur. Yəni yazanda daha konkret yaza bilərsiniz. Baxın, qiymət 2 olanda. Yaxşı, yoldaşınızı qəbul eləyəcəm. Qəbul elədiyim üçün də yazdıqlarım gedəcək. Üzrlü hesab eləyin. Demək, burada bir də deyirəm. 2, 3, 4, 5, 6, bir də 7 idi. Yox, 7-ni götürməmişdik, bağışlayın. 2, 3, 4, 5, 6 şəkildə idi. Burada bir if var idi, elif var idi, bir də else var idi. Baxın, else.
Yaza bilənlər bir balaca səbirli olsun. Bu izahda belə uzun uzadı olacaq. Demək 2 olanda baxıram ki, bu şərt ödəndi. Yəni bura ödəndi 2 üçün. 2 üçün ödəndisə s bərabərdir s plus 1. If-də bura 1 aldı. If ödəndiyi üçün elif, else bu bölümlərə düşməyəcək. Amma baxıram ki, uşaqlar, bu hizada, baxın, bu hizada. Burada bu if elifə aid olmayan s bərabərdir s plus 1 var. Aydındır mı? Bax, buna görə s bir dənə də demək i-nin qiymətini alacaq. Yəni s bərabərdir s plus 1 hesablanacaq burada. S plus 1 hesablandığı üçün burada S-in üzərinə nə gələcək? Bir gələcək. Müəllim, orada S plus idi. İ. Bir yox. Bilirəm bu idi. Deyirəm S-in üzərinə bir də nə gələcək? Bax, burada çıxandan sonra. İkini gələcək. Aha, S-in üzərinə bir də 2-ni gələcək. Uzaq tutmuram, burada yazdım. Yaxşı. İndi ikinciyə baxıram, 3 üçün baxıram. 3 üçün baxsam, onda necə olacaq? 3 burada ödəyəcəkmi? Bax, bu şərtdə, birinci şərtdə. Xeyr, birincidə ödəməyəcək, ikincidə ödəyəcək. Aha, ikincidə ödəyəcək. İkincidə üzərinə 2 gəlir, baxın. Yəni, burada elifdə 2 gələcək üzərinə. Aha, bir də gələcək axırda. Axırda. İkinin üstünə 3 gələcək. Yaxşı, bu metodla geçsəm, siz bunu görün, qarışdırdınız. Bir dəqiqə. Yaxşı, baxın, burada 1 gəldi üstündə, ifə görə. İfə görə üstünə 1 gəldi. 3-ə görə baxıram, if işlədimi? İşləmədi, elifə getdi, düzdürmü? 2 gəldi üstünə. 4-ə görə baxıram. Bax, S-i demirəm hələ. S-i deməyəcəm, S-i saxlayıram. 4-ə görə baxıram. 4-ə görə baxsam, hansı ödəyəcək? Bura ödəyəcək də, düzdürmü? Yəni 1 gəldi üstünə. 5-ə baxıram. 5 üçün bunların heç biri ödənməyəcək. Nə if ödəyəcək, nə elif ödəyəcək. Gedəcək elsə. 5 üçün gələcək bura. Yəni 4 əlavə eləyəcək. 6 üçün baxsam, 6 üçün if ödəyəcək. If ödədiyi üçün də 1 əlavə eləyəcək. İndi bu S-də, bax, bunlar fonun i-yə verdiyi dəyərlər idi. 2, 3, 4, 5, 6. Bu da S-lər if, elif, else görə S-in üzərinə gəlinən dəyərlər oldu. 2 olanda 1 gəldim, 3 olanda 2 gəldim, 4 olanda 1 gəldim. Bir də S-də uşaqlar, mən i-yi, yəni 2-ni, 3-ü, 4-ü, 5-i, 6-nı toplamalıyam. Da bunu burada yazmıram. Elə üstdə bu fonun i-yə verdiyi dəyərlər var da, onlar olaraq saxlayıram. Bunlar əslində qiymət deyil də, ancaq mən bunları aşağıda S-in üzərinə gələn kimi qəbul edirəm, olduğu kimi saxlayıram. İndi toplayıram, baxın, S-də bunları toplayacağım. 2 ilə 1 elədi 3, 3 ilə 2 elədi 5, 4 ilə 1 elədi 5, 5 ilə 4 elədi 9, 6 ilə 1 7. Bərabərdir nəyə? 8, 13, o da 9. 22, o da 7, oldu 29. Başa düşdünüzmü? Ya da belə eləyə bilərdim, baxın. Yəni, buranı belə yazmazdım. Bunlara deyərdim, demə, i-nin qiymətləri. S-i də yazmaq istəsəydim, S-i də burada yazardım. S həmişə i-ni toplayır da. I-nin birinci dəyəri 2-dir. Sonra 3-dür, sonra 4-dür, sonra 5-dir, sonra 6-dır. Yəni, buranı yox. Bu altdakıları toplayardım. Yenə eyni yerə gələcəm. Yəni, fərq yoxdur. Burada i-nin dəyərini topladığı üçün elə i-ni mən yuxarıda saxlayıb hesabladım. Yəni, eyni yerə gələcəm. Eləcə 29. Daha asan bir yol kimsə deyə bilərmi?
Yaxşı, bunu başa düşdükmü? Heç kimdən səs çıxmırsa demək başa düşmədik. Mənim səsimi eşidirsiniz? Mən başa düşmüşəm. Ben de başa düştüm. Mən də düşmüşəm. Kim başa düşməlisə o desin ki, mən başa düşmədim. Bir də deyim. Heç kim dinlənmədi. Yaxşı, davam eləyəm onda. İndi 3-ə baxıram. Baxın, bu 3-lə 2-nin quruluşu təqribən eynidir. Ancaq burada fərq nədir? Bax, burada if-dən sonra elif verilib. Elif. Burada isə elif yoxdur. If-ifdir. Yəni, biz bir də təkrar eləyirəm. Demək, if elif olanda deyirdik ki, bu if doğrudursa, doğru. Onda bu elifə düşmürdü. Amma bu üçüncüdə belədir. If, burada da bir dənə ifdir. Belə olduğu təqdirdə bunu həll eləyəcəyəm, sonra da bunu həll eləyəcəyim. Başa düşdükmü nə dedim? Yəni, burada biraz diqqətli olmaq lazımdır. Deyə bilərsiniz ki, müəllim, təqribən elə eyni şeydir. Yəqin yenə burada 29 çıxacaq. Nə yaxşı 29-u verməyibdir. Burada yenə qiymətlərim mənim i üçün 2, 3, 4, 5, 6-dır. Bu Amma şəkildədir. burada 29-dan balacalar olanmaz yəni. Ay sağ ol. Əla. Əbə bu qədər bilirsən, niyə gedib yazanmamız? Amma burada başqa problemlər oldu ona görə. Yaxşı. Baxaq, eyb yox. Eyb yox. Demək, mən bu if-i yoxlayacağam 2 üçün. Yəni, bunu lap belə deyək. If 1, bu da if 2. Yəni, burada da qeyd edirəm. If 1, burada da 2. Belə yazdım. Aha. Həm onun üçün yoxlayacağım, həm də o birisi üçün yoxlayacağım. Yəni, hər ikisi üçün burada nə etməliyəm mən bunları? Yoxlamalıyam. Düzdürmü? Aha. İndi birinci üçün yoxlasam. Baxın, 2 üçün yoxlasam. Bu birinci if doğrudur, amma bu doğru deyil. Düzdürmü? Aha. İndi baxın, birinci üçün birinci if doğrudursa, rəngi dəyişim biraz. Aha, birinci if doğrudursa, demək üstünə 1 gələcək. Bax, bura 1 yazdım. İkinci doğru deyil deyə bunun üçün heç nə yazmıram. Bir də mənim burada else'im var. Baxın, else. Aha, ikinci üçün doğru olmayanda düşəcək hara? Else. Ona görə bir gələcək, bir də 4. Buranı kim başa düşməli? Yaxşı, kim başa düşdü? Mən düşdüm mən. Tamam, Ben başa düştüm. başa düşdü. Başa düşdüm. Mən də bildim. Aha, yaxşı. Yaxşı. Birincini başa düşdüksə, indi gedək digərinə, 3-ə. 3-ə getsəm, baxın, bu birinci ödəməyəcək, ikinci ödəyəcək. İkinci ödəyəndə də 2 gəlir üstünə. Demək, bax, burada 2 gələcək üstünə. Bir də sonda s-im var. Hələ bunu demirəm, bunu saxlamışam. Yəni, görmürəm deyil, bunu saxlamışam. Bayaqki kimidir, yəni yuxarıdakı dəyərləri gəlir üstünə, ona görə onu demirəm. Aha, 4-ə getsəm, birinci şərt ödəyəcək, düzdür? Burada cütüt göstərir də mənə, ona görə üstünə 1-i gələcəyəm. Aha, gələcək bu if-də yoxlayacaq. Bu if yerinə yetirəcəkmi? Yerinə yetirməyəcək. Ona görə keçəcək else. Else də keçəndə 4 gələcək üstünə. Bax, else görə də üstünə 4 gələcək. Gəldim 5-ə. 5-ə gələndə necə olacaq? 5-ə gələndə birinci ödəməyəcək, keçəcək ikinciyə. İkinci də ödəməyəcək, gedəcək else, 4-ü götürəcək. Düzdürmü? 6-ya gələndə 6 cütdür. Elədir. 6 cütdür. 6 cüt olduğu üçün neyəcək burada? Biri gələcək üstünə. Gələcək ikinci ifə. İkinci ifi yoxlayanda bura ödəməyəcək deyə else gedəcək. Gedəcəkmi else?
6 Evet. 3-ə böləndə qalıqda 0 olur da. İkinci ifdə Ay ödənilir. sol, ödül. Gördüm, yoxlayım görüm kim qəşəng diqqətlə qulaq asır bura. Demək burada 2-ni də ödəyəcək. Üstünə 2 də gələcək. Başa düşdükmü? Bax, buradan indi aldığım ədədlər var. Bax, S-i indi cəmləyirəm. Bayaq dediyim kimi bunları olduğu kimin götürəcəyəm. Çünki burada mənim aşağıda bir dənə hesabım var. Bax, burada S bərabər S plus I. İ-nin dəyərlərini hesablayır. Ona görə bu dəyərlərin özlərini də götürəcəyəm. 2, 1, 4. Bura oldu 7. Üstə gəl. 3, 2 oldu 5. Üstə gəl. 4, 1, 4 oldu neçə? 9. Üstə gəl. Nə? 6, 1, 2. Bu nə eləyər? Bu da 9. Addamadım iş yeri. Bir dənə 9'um qaldı. 5 ilə 4'ü hesablamadım. Bir dənə də 9'um burada. Nə eləyər? 39 var. 39 eləyər və. Kimin sualı var? Mən niyə burada durmuşam uşaqlar? Mən elə biraz verilən suallar kimlər üçün nəsə yazmamışam. 65 var idi deyəsən. 82 var idi falan. Oralarda baxdım, orada bu tip misallar, ədədlər üzərində əməllərdir. Bir yerə qədər gəlib, bir yerdən sonra adlayıb həll eləməyib, gözdən qaçıdıb. Ona görə bu tip misallar seçmişəm bu gün ki, bunlara baxaq. Yaxşı, buraya kimin sual qaldı? Heç kimin. Yaxşı. Davam eləyək onda. Növbətiyə baxırıq, baxın. Deyir ki, proqramın icrası zamanı ilk olaraq 25, daha sonra 5 daxil edilərsə. Yəni, mən bura əvvəlcə yazmışam 25, burada yazmışam 5. Ekrana çıxacaq nəticəni müəyyən eləyin. Baxın, bu if, baxın görün ödənərmi? If A-nın üstü 1, yəni 25, bölünsün 2, böyükdür B-dən. Ödəməz. Ödəməz. Ama o 25 üstü 2'də 1 demek. Yani kök altı 25. Yani 5 çıxar orada. Ay, sol. Bura 5 gəlir. Düzdür. Aha. Böyükdür B-dən, böyük deyil. Ona görə bura ödəmirsə, düşəcək hara? S-ə. S-də də nə edəcək? A plus B oldu nə? 30. Vurdu 2-yə. 60. 60. Cavabımız düz olar mı? Düzdür, düz deyil. Valla cavab yoxdur. Elgin düzdür yoxsa yox? Bence değil. Aha. İndi nəyə görə? Ona bakıram bir dəqiqə. Mən başdan deydim, amma sən oranı 2-də 1 kimi götürdün. 2'də 1 malım ayolunda yani kök altı 25 eləmir. Ha, bura olur nə? 12 onda 5. Bax. O da Aha. oradan böyük gəlir. 650 eləyir. Aşıq. Yaxşı. Baxın, buranın pozun bir də. Diqqətli olun burada. Bax, burada ifadə belədir. Bax, 25 üstü 1 böl 2. Bax, buna belə veribdir. Böyükdürmü B-dən? Müəllim necə olsaydı kök altı hesablayardı. Bax, burada kök altını yadda saxlayın. Heç vaxt 2-də 1-lə vermir. 0,5 ilə verir. Bax, bu şəkildə gördüsə. Çünki bu həmişə biraz şeydir də, necə deyim sizə. Yəni, bir dənə ifadənin A-nın üstü 1 ola bilməz ki.
Ola bilər də. Yəni bu biraz belə təzadlıdır da, yəni mübahisəli bir yazılışdır. Ona görə misallarda heç vaxt kök altı olanda 2-də 1 kimin vermirlər bunu. 2-də 1 kimin versə əgər, yazıda saxlayın, bunu elə birbaşa bu şəkildə yazır. Yadda qalar bu. Bildim. Hə. Bu çaşdırıcıdır da biraz. Yəni sənə bir ora aparır, ə, yanıltmağa çalışır da. Əslində bir başdan dedim ki, baxın görün, burada böləndə belə o gördüm, biraz fikriniz dağıldı. Dedim qoy özünüz deyəsiz, daha yaxşı yadınızda elə qalacaq. Yaxşı. O baxımdan bura oldu nə? 650. Yaxşı. Belə göstərəndə 5-i rahat görə bilirik, yoxsa böyüdüm? Görünür mü? Görmür. Görünür müəllim. Tamam. Deyirəm, indi kimdəsə bir dənə telefon balaca olar, biraz sıxıcı olar. A dəyişənin hansı ən kiçik qiymətində proqram əvvəlcə 1, daha sonra 2 qiymətini çap edər. Yəni, burada gəlir, elə bil deyir, əvvəlcə 1, sonra 2 qiyməti. Yəni, S1-i, daha doğrusu S-i olur 1, S1-i olur 2. Bunu deyir burada mənə. Bax, burada bir bura diqqət eləyin. Bir də bura. Neynir sizcə? Müəllim, o birinci yer qalıqdır, ikinci yerdə tam hissəsidir. Ayson, nəyə oxşur? Salmanov, deyə bilərsən elə bilirəm. Bir diqqətlə bax gör. Bu 8'liyə keçmək deyil. Əla. Düzdür. 8-yə keçməli. Mən bunu dərsdə demişəm. Orada yəni rəqəmin elə də bir önəmi yoxdur. 8 də yazılar, 7 də yazılar. Yəni 8-də də keçər, 7-yə də keçər. Yəni baxıram nəyə? Mən demək ədədin rəqəmlərə ayrılmasını bilirəm də. Düzdürmü? İndi burada K ilə verib K bərabərdir. Biraz uzaq yazdım deyəsən. Yaxşı, qoy o tərəfdən yazım. Birdən kimsə yaxınlaşdırar. Yaxşı, K bərabərdir. A-nın qalıqlı bölməsi 8-ə, yəni modul bölməsi 8-ə. Bir də bu ikisini alt-alta yazıram da A bərabərdir. A-nın tam bölməsi 8-ə. Demək, burada 8-ə bölür, qalıqları çıxadır. Burada da onu kiçildə gedir də, düzdürmü? Bu şəkildə veribdir mənə. İndi məsəl üçün götürək hər hansı bir ədədi, məsəl üçün 14 onluq ədədinin 8-ə çevrilməsi. Elə ağaclı bölmə ilə yazmağa çalışacağım. Bir dəfə 8, 6. Düzdürmü? Bu şəkildə tapırıq da biz. Yəni, eyni ilə burada bu işi görür. Başa düşdük. İndi ikinci sualım nədir? Baxın. Bu sualları niyə belə verirəm? Yəni, birbaşa da yazıb gedə bilərəm. İstəyirəm ki, siz deyək ki, testə baxanda, misala baxanda analiz eləmə qabiliyyətiniz formalaşsın. Yəni, bunu belə baxasınız. Bu iflərə fikir verin. İflərə fikir verin. Birinci ifdə mənə deyir ki, K böyükdür 4-dən. İkinci ifdə də deyir ki, K kiçikdir 7-dən. Yəni, bu ikisinin, hər ikisinin ödənməsi də ola bilər. Yəni, S-in, baxın, S burada bərabərdir, S plus 1. S burada 0-dır. Yəni, bir dəfə bura ödənməlidir ki, mən axırda S bərabərdir bir nəticəsini alım. S1 də 0-dır. Burada neçə dəfə ödənməlidir? Bax, bura bir dəfə ödənməlidir. Bura 2 dəfə ödənməlidir ki, mən S1 bərabərdir 2 nəticəsini alım. Bundan razısınız, yoxsa yox? Razı deyilsiniz, yaxşı. Onda deyin görüm, niyə razı deyil? Mənim iflər alt-altadan ona görə. Onsuz da mən iflərin ikisini də yoxlayacağım da, valin içindədir. Düzdürmü? İfləri onsuz da 2 dəfə yoxlamalıyam. S üçün bir dəfə ödənsə yetərlidir. Amma S1 üçün 2 dəfə ödənməlidir ki, mən nəticəyə çatım.
Yaxşı. İndi baxın. Burada kənarda bir də qeyd edeyim bunu. Görürüm da deyib mənə kömək eləmək istəmirsiniz. Ona görə özüm yazım da. If k böyükdür 4. Bu şərti ödəyən ən kiçik dediyi üçün, ən kiçik qiymət dediyi üçün mən rəqəmləri də ən kiçik seçməliyəm də. Bu şərti ödəyən ən kiçik k neçə olar? 5 olarmı? Bağlı. Aha. Demək k-nın biri 5'dir. S üçün. Bunu götürdüm. İndi mən bu k-nı, yəni 5'i bir də buraya yazsam, 5 kiçikdirmi 7'dən? Bu şərtdə ödənir. Demək, K5 olanda hər ikisi ödəndi. S oldu 1, S1 də oldu 1. İndi mən bir dənə də elə bir K götürməliyəm ki, o burada ödənməsin, yəni bu ifdə ödənməsin, ikinci ifdə ödənsin ki, birinci də ona görə ödənməsin ki, S elə 1 olaraq qalsın da. Amma 2 də ödənsin. Yəni K kiçikdir 7 olsun. 3 4'dən, olarmış. hə? 3. Yaxşı. Burada demək 3'ü də mən götürsəm, 3 böyükdürmü 4 şərti ödənməyəcək, amma aşağıda ödənəcək. 2-ni də götürsəm elə olacaq, 1-i də götürsəm elə olacaq. Söhbət gedir 8-liyin rəqəmlərindən də. Yəqin buranı başa düşürük, mən niyə bunları götürəm. Bir də burada 0-ı da götürsəm eyni ilədir. Mənə də burada ən kiçik dediyi üçün, bayaq dedim ki, mən rəqəm olaraq da ən kiçikləri götürməliyəm. Ona görəsə 3-dən, 2-dən, 1-dənsə mən nə götürməliyəm? 0-ı götürməliyəm. Razısınızmı mənə? Anladım. Aha. Onda demək K'ın biri 5 oldusa, K'ın ikincisi də oldu 0. Düzdürmü? İndi mən 0,5 deyə bir 8'lik yaza bilərəmmi? Xeyr müəllim. Bunun səsi Yazamaram. Ona görə də belə deyək də 5, 0, 8'likdə belə yazacağım. Bura qədər aydındır. Mənim tapdığım bax bu 8'likdədir. Ancaq mənə deyir ki, A dəyişəni hansı ən kiçik qiymətində. Demək bu A dəyişəni əslində 10-luqdadır da, yəni belədir. 10-luqdadır. Sonra gəlir burada, bu əməldə, biraz aşağı çəkəcəkdim, bağışlayın. Burada artıq dönür 8'liyə. Mən bu 8'liyi tapmışam. Demək bunu çevirməliyəm nəyə? 10-luğa da, düzdürmü? Üstünə 0,1 yazsam, 5 plus nə olacaq? 8, o da nə eləyər? 5, hə, nə Cavab eləyər? 13 oxşuyur. 13 oxşuyur. Onu çox şükür. Hə, yaxşı, belə deyim də, 8'likdə 5, 0, 8'likdəni çevirin görək nə eləyir. Qırx eləyirəm müəllim. 40 eləyir. Yaxşı. Onda demək mənim tapdığım 5, 0, baxın, buranı silim ki çox olmasın. 5-0 bəlkə 10-luqda tapırsınız siz müəllim. Yox, 5, 0, 8'likdə hələ tapdığım, yəni K bərabərdir 5, bir də K bərabərdir 0. Mənə əgər nə verdi mənə? Baxın, 5 dəfə 8 üstü 1-i, yəni 40-ı verdi. Mən baxıram ki, bu cavablarda əslində bunu say sisteminə çevirəndə siz mənə deməli idiniz ki, müəllim, bu ən böyük, ən kiçiyi verməz. Məndən ən kiçiyi soruşur. Baxın, burada ən kiçiyi. Yəni 5 0 olsa, bu mənə ən kiçiyi vermir. Amma mən bunu K-nı, buradakı K-nın dəyərin K bərabərdir 1 olaraq götürsən, mən ədədi 1,5 deyə də yaza bilərəm 8'likdə. Bax, ona görə bayaq mən sizə 5 0-ı belə yazdım 8'likdə. Dedim ki, bunu 0,5 olaraq yaza bilərəm. Yox.
Oradan da əslində bir söz atdım ki, görüm siz deyəsiniz ki, müəllim, burada götürmüşdünüz 3, 2, 1, 0. Başa düşdünüz, siz 0-ı ən kiçik rəqəm kimi apardınız, oradan 0,5 deyə ala bilmədiniz. 5, 0 deyə alanda bu böyük olur axı. Mən elə 1-i götürsəm, 1,5 deyə götürsəm, bu ən kiçik ola bilər. Ha, bunu çevirsəm, Müəllim, cavab 17 deyil. bir dəfə 8 üstü 1, üstə gələk 5 olar. Bu da eləyər 13. 17 böyük olar, yox. Mən nə demək istədiyimi bildiniz, yoxsa yox? Başa düşdüm müəllim. Bax, pozub bir də yazıram, baxın. Bir də deyirəm, baxın. Bax, burada mənə deyir ki, ən kiçik qiymət. Mən K-nın birini tapdım ki, 5-dir. Bu şərt ödənməli idi də ki, S1 olsun. Bir dənə də elə rəqəm götürməliyəm ki, bu şərt, bura 5 olanda S1 də 1 ola bilirdi. Çünki bu şərt ödənirdi. Bir dənə də eləsini götürməliyəm ki, bura ödənməsin, aşağı ödənsin. Bu da elə bir rəqəm olmalıdır ki, birinci şərt ödənməsin. Yəni 4-dən kiçiklər olsun. 4-dən kiçiklər də 3, 2, 1, 0 idi. Mən bilə-bilə getdim bu 0-a ki, siz deyərsiniz ki, ən kiçik dediyi üçün mən rəqəmi də ən kiçik götürüm də, 0 götürüm. K-nı mən 0 götürsəm, belə bir ədəd düzədə bilmirəm. Məcburam belə bir ədəd düzədim. Onda siz mənə deməliydiniz ki, müəllim, K-nı 1 götürsək, 5, 0, 8 əsasdan 50 deyək də belə buna, 50 deyək. Belə yox. 8 əsasdan 15 düzədə bilərəm də, bu bundan kiçik olar. Başa düşdük. Bəli, başa düşdüm. Yaxşı Zəhrə qızım. Başa düşdüksə, davam eləyək. Zəngə deyil, müəllim, Lətifədir. Ay, bağışla qızım. Sənin adını orada Zəhra yazmışam. Nəsə orada WhatsAppda Zəhra var idi. Elə yazmışam, elə qalıb. Üzrlü hesab elə. Yaxşı. 6-ya baxaq. 6-da nə deyir? N dəyişənin hansı qiymətində proqram ekrana 32 qiymətini çap edər? Bu tip məsələlər gözləyin. Yəni düşmə ehtimalı var. Yəni burada gəlir demək A plus S bərabərdir mənə 32 çap eləyir. Mən bir dayanım, sözü verim sizə. Buyurun. Tərsdən gedək də. O kim idi? Mən idim müəllim Məmməd. Məmməd, tərsdən gedək, yaxşı. Birinci 32-dən 3-ün çıxaq. Çünki S qalsın elə bir A plus S minus 3 bərabər. S plus 3 bərabərdir 32. Hı. O ələcə 29. Sonra A N-ə bərabər idi. N-i də 3 vaid hər dəfə azaldacaq. Aha. N-i azaltacaq. Elə bir orada n-3 qoyarıq A-nın yerinə. O gələcək yenə 32 eləyəcək. A plus S eləyəcək amma. Yaxşı. Baxın. Bu tip gördünüzsə uşaqlar, sizə sonuna printdən çıxan cavabı istəyir və while ilə verib. Bax, bunu çox görə bilərsiniz. Belə olanda birinci şərtə baxırsınız. Yazı saxlayın. Biz başdan belə bir şey dedi Məmməd. Tərsə gedəcəyik. Bəli, sonda tərsə gedəcəyik. Tərsə gedib cavabı tapmaq üçün şərti də tərsə fikirləşmək lazımdır. Burada deyir ki, n böyükdür s. Mən bunu elə bir belə götürəcəm. Bax, hardan yazım ki, Allah xoş getsin. Şərtim belə deyil, n böyükdür s. Bunu not olaraq fikirləşəcəm, not. Pythondan bilirəm ki, bunu not deyirəmsə, bunun tərsi, notla tərsi nə olar? N kiçikdir, bərabərdir s. Bax, birinci bura fikir verəcək. Bax, həmişə bunu bu şəkildə götürürsünüz, tərsini yazırsınız. Buradakı şərtim olsa belə, n böyükdür, bərabərdir s. Bunu belə saxlayıram. Yəni, belə başa düşürəm.
Onda mən gəlsəm bu dövrlərin sayına baxmaq üçün, yəni dövrün sayını tapmaq üçün bayaq burada yazdıq A plus S bərabərdir 32. Buradan necə gedərəm? Biri ən böyük ədədi qoyaq yerinə oradan yazmaq olar. Yəni, sən deyirsən ki, testdən bu cavablardan bir dənəsini götürüm yazmalı, beləmi? Bəli, müəllim. Çünki ora elə biri 3% azalanda, bir də 3% artır. Yəni bu böyük Yaxşı, ədəd olmalı. bunu mənə açıq versən enin. Cavab 20-dir müəllim. Hə, 20-dir mən. 20-dir. Necə tapdım o 20? Mən Vurdum 32-dən yerə elə bax. bir 3-ün hasili hansı ədəd ola bilər? Məsələn 12-ni tapdım. Məsələn 32-dən 12-sini çıxdım elə 20. Oradan aldım. Məntiq kimi biraz. Yəni eyni şey deyirsən də, başa düşdüm. Deyirsən 3-ü ki, çatıraq ona görə. bura 3-ü çarpır. Burada. Aha. Burada mənə printdə eyni vermir deyə bu o qədər də bu printə təsir edir. O qədər də deyəndə ümumiyyətlə o sadəcə printin çapına təsir edir də. Yəni while n böyükdür s şərti ödəməyəndə gəlib print eləyir. Yəni ora qədər gəlir. Burada mənə əsas lazım olan s-dir. Düzdürmü? Mən burada da fikir versəm, a-nı bərabər eləyib nəyə? N-ə. Demək s-i götürsəm, burada mənim dövrüm deyirsiniz ki, 3 dəfə neyəcək? Dönəcək. Eləmi? 3 dəfə mi deyirsiniz? Evet, 4 dəfə. Müəllim 20 də azalır axı hər dəfə 3%. Yox, azalsın. Biz misal olaraq getmirik ki, Məmməd. Bax. Bəli, 4 dəfə olacaq. Çünki 3-dən çox düşəcək burada. Mən yuxarıda yazdığım o ifadədə, yəni durub oranı hesablasam, yəni bax belə yazsam. Bax bunu yazıram, fikir verin. Deyək ki, mən buradakı mənim dövrüm mənə bəlli deyil. Bu dövr mənə bəlli deyil nədir hələ. Buradakı dövrü mən yazsam, necə olar? Bax, n minus. Burada hər dəfə n-dən 3-ün çıxıb da. Düzdürmü? N minus 3D nə olar? Burada ifadəni yazmışam. Baxın, kiçikdir bərabərdir. Kiçikdir bərabərdir nəyə? Başa düşdüm müəllim. S, Çatdım. S plus, baxın burada S plus 3D. Dövrümü bilmirəm də hələ nədir. Ona görə D ilə işarə elədim, dövrlə. İndi burada A plus S bərabərdir 32-dir. Onda necə olar ifadə? 32 minus nə? 3D kiçikdir bərabərdir. Bu tərəf necə olar? S də 3 dəfə dövr eləyib də, düzdürmü? Olar 6D. 6D olar bura. Onda 32 kiçikdir bərabərdir nə? 9 deyir alırım alım. Ay sol 9D. Onda D nədir? D də kiçikdir bərabərdir nə? Təxminən 3 tam neçə? 3 tam nəm neçə? Onda D 4-dür də, belə deyək. Bax, buradan çıxır əslində. Yəni sizin məntiqinizi mən başa düşdüm. Yenə eyni yerə gəlib çıxırıq. İstəyirəm ki, məsəl üçün kimsə görməsə necə hesablayıb tapa bilər, onu başa düşsün. Buradan D-yi tapandan sonra ki, mən dövrü tapdım ki, 4-dür. Hə? İndi bayaq yuxarıda burada ifadə yazmışdıq. Bax burada. N-3D. Onda bunu belə yaza bilərəm də. Baxın görün buranı görürsünüzsə. N-12. Niyə 12? D-yi tapmışam da 4-dür. 4 dəfə 3-ün 12. Elədirmi? Bağımda aşağıda S plus 12. Aha. Nə verər o mənə? Aşağıda malum S plus 12 olur. Amma onunla getsəm ala bilərəm də. A plus S ilə getsəm. A plus S bərabərdir 32. Bununla getsəm. A bərabərdir nəyə? 32 minus S-ə. A nə idi?
A yuxarıda yazır ki, bərabərdir. N-dir. Düzdürmü? Mən dövrümü də nə tapdım? S-i burada nə tapdım? 12 tapmışam da. Onda A bərabər olur nəyə? 20-yə. Olmaz belə. Siz nə dediniz mənə? 20 dedik mal. 20 dediniz. Yaxşı. Bax, riyazi olaraq getsəm belədir. Amma bəli, sizin orada dediyiniz kimi, mən baxıram ki, S-ə görə mənim A plus S deyir 32-dirsə, demək, burada mənim dövrüm neçə dəfədir? 3 dəfədir, daha doğrusu 4 dəfədir, 3-dən çox olacaq, 4 dəfədir. Çünki orada en böyükdə S-i də mən nəzərə almalıyam. Oradan hərəkət edib tapa bilərəm ki, bəli, demək, mənim dövrümün sayı burada harda yazdım mən, qarışdırdım. 3D, n-3D 12-dir. S-im də 12-dir. 32-dən çıxaram 12-sini, qalar 20-si. Belə gedə bilərəm, bəli. Yaxşı. Növbəti hansına baxacaq? 7. Keçən dərs həll eləmişik. Tez görün amma bunu. Abobdur. Buraya bobdur. Açıqdır. Açıq deyil. Burada çokdur. Daha çokdur aşağı, bəli. Aydındır mı? Allah elə biri belə düşə rahatçına yazarsınız yedə. Yəni burada da mənim nəsə yerinə qoyub hesablamağa ehtiyacım yoxdur. Bura əbobdur, bu aşağı da əçobdur. Bunu mütləq yadınızda saxlayın. Yəni bir növ bağlayın avtopilota. Ki, bax belədir bu. Yaxşı. Deyir ki, sual işarələrinin yerində elə ifadələr yazın ki, proqram 1-dən n-ə kimi, n daxildir, natural ədədlərin cəmini tapsın. Yazdıq getdi, amma niyə? Niyəsin kim deyər? Amma B1 olmalıdır, çünki 1-dən deyir də. Aha, B1 olmalıdır. O mənada sildim, bəli, əla. Elcin. Sonrası niyə? n-1, n-2 deyil də n-1. Dövrdür. Elə bir N özünə çatanda dayanacaq da. Bəlkə o bir başdakı 1-dən irəli gəlir. Aha, başdakı birdən irəli gəlir. Sən də dedin dövrdür. Yaxşı. Başqa kimin nə En fikri var? daxil deyir, bəlkə ona görə en daxil olmalıdır. Ən daxil olmalıdır, bəli. Yaxşı, burada bir belə bir şey fikirləşin. While-da A kiçikdir N əvvəl fikirləşin, görün nə deyirsiniz? A kiçikdir N. B-yi bir götürmüşük, bu heç. A kiçikdir N. Orada yazsam. Məsələn, bura mən daxil eləyim neçə? Bir rəqəm deyin, görə kiçik bir rəqəm deyin. 3 yazdım normalım, asan olur. Ay sol, 3 yazdım. Aha, indi 3 yazdım bura. Bura 1'dir, bura bildim. İndi mən burada desəm ki, while A kiçikdir. Bağışlayın. A kiçikdir N. Belə desəm. İndi bu şərtdən gedirəm, baxın. A sıfırdır. Sıfır olanda, yəni onsuz da daxil oldu bura. A bərabərdir A plus 1. A-nı bir vahid artırdı. Gəldi bura. B bərabərdir B plus A. B neçə oldu? 2.
Düzdürmü? Qalxdı yuxarı. Bura gələcəkmi? Bura düşəcəkmi? Çıxmalıdır mal. Çıxmalıdır sonra. Əla. Gəldim təzədən burada 2. 2 kiçikdirmi? N-dən kiçikdir. Düşdü aşağıya. A bərabərdir A plus 1. Bayaq A burada 1 idi, indi oldu 2. Düzdür. Düşdü aşağıya. Müəllim, dərsin koordinatı açırsın. Ee, Ha, Yadımda, bizdə Wi-Fi zəifdir, malım yadımda dondurur. olsa atacağım. Heç nə başa düşmürəm. Belə eləsi Yaxşı, o qırılır, eləsi o şey olur. yaxşı, yadıma düşsə atacağım. Yazarsan Hə. atarım. Yaxşı, burada 2 idi. 2 plus 2 oldu 4. İndi mən burada 3 daxil eləmişəm. Məndə elə bir belə olmalıdır. 1 plus 2 plus 3. Deyir n də daxildir. Eləməlidir 6. Aha. İndi 4 olanda 4 şərti ödəyirmi? Vaylı ödəmədi. Çıxdı çölə. B bərabərdir B plus A. Bu neçə eləyər? 4 plus 2 oldu 6. Ödədi axı. Harada səhv elədik? Müəllim, orada eni ədəd kimi götürür, yoxsa addım kimi götürür? Eni Adı da istifadə olmalı. eləmir ki, addımdır. Necə? Adı da olmalıdır. Axı müəllim input yazır. Hə? Eyni bir ədəd olmalıdır. N ədəddir, N heç. N ədəddir. Mən deyirəm ki, bax burada A kiçikdir N dedik biz. Belə olanda, A kiçikdir N olanda burada 1 üstəgəl 2, üstəgəl 3 oldu 6. Birdən N-ə kimi də N də daxildir. İndi burada da biz harda səhv elədik? Burada 6 çıxdı axı. Onda belə çıxır ki, A kiçikdir N şərti düzdür. Baxın görək bir də mən harda səhv elədim. A sıfırdır, üstünə 1 gəldim, bura oldu 1. Düşdüm aşağı, B bərabərdir, B 1'dir, üstünə də Ha, 1 orada gəldim. Hə, hiç. de. Ha, müəllim elə oranı deyir. Bura oldu 2. Sonra düşəcək aşağı, düşməyəcək. Gələcək burada, A-nı yoxlayacaq. A 1. 1 böyükdür, 3-dən böyükdür. Bura əvvəl 0 yazım, sonra da 1 yazım. Yoxladı, düşdü aşağıya. 1'in üstünə 1 gəldi, bura oldu 2. Düşdü aşağıya, burada 2 var idi. 2'nin üstünə 2 gəldi, bura oldu 4. Bir də qalxdı yuxarıya, bu dəfə 2'ni götürdü. 2 kiçikdirmi 3'dən? Kiçikdir. Gəldi aşağı, 2'nin üstünə 1 gəldi, bura oldu 3. Getdi bundan aşağıya, 4'ün üzərinə 3 gəldi, bura oldu 7. Biz buranı düz hesablamamışdıq. Sonra gəlsə bu tərəfə, 7'nin üstünə 3'ü gələcək, bura olacaq 10. 7 olacaq, olmayacaq. Bana görə minus 1 olacaq. Düz ona görə də n-1 deyəcəyik. İndi n-1 desək, baxın, n-1. n-1 desək, 0'ı yazsaq bura, üstünə 1 gələcək. Bura oldu 1. Aşağı da oldu. 1 var idi. 1 də üstünə gəldi. Oldu 2. Sonra bura 1 olanda n-1 bura 2'dir. 1 olanda 1 üstə gəl 1. Bura oldu 2. Aşağı düşəndə 2 üstə gəl 2. Bura oldu 4. Sonra 2 olanda 2 kiçikdirmi n-dən? Deyil. Düşəcək bura aşağıya. B 4'dür. A da 2'dir. Toplayacaq dedi 6. Bu 6'ını almış olacaq. Yəni şərtim budur. O da uyğun gəlir deyəsən C variantına.
Başa düşdükmü? İndi mən baxan kimi hardan dedim, o kim deyər? Bax, belə indi hesablayandan sonra bəlkə bir fikriniz olar. Orada müəllim A plus 1-dən olar da məncə. A plus 1-dən. Başqa fikri olan varmı? Yəni mən hardan baxdım, yəqin cavablara dedim ki, budur. Bəlkə müəllim o bu adın içindəki o birdən tutdunuz ki və bir üstünə gəlsə axırda bir də bir çıxır. Bir üstünə gələn bir çıxır. Yox. Uğur, sən nə deyirsən? Burada bərabər yoxdur. Ona görə nə hesablasaq n plus 1 olacaq da. Ona görə n minus 1 deyirik. Bir dedin, nə dedin? O böyükdür, bərabər yoxdur axı, ona görə. Ay sol, böyükdür, bərabərdir, yoxdur. Nə hesablasaq, plus 1 olduğu üçün, bax, bir də çıxır burada hesablayır axı. Mən bax, əsasən buradan əminəm ki, mənim aldığım qiymət bu rəqəmlərin cəmindən böyük olacaq, əgər mən n ilə müqayisə eləsəm. Və burada da birim var. Hərəz bir hissəni dediniz, burada da birim var. Bu 1 ilə gedəndə necə olsun, bu axırıncı dəfə n-dən neyəcək? Böyük qiymət alacaq. Ona görə də bunu aşağıda tutmaq üçün mənim şərtimdə mütləq n-1 olmalıdır. Xüsusən bura görə. Çünki çıxandan sonra ikisini toplayıb necə olsun ondan böyüyünü alacaq. Yəni mən oradan getdim, n-1 dedim. Burada 0 ola bilməz. Bəs bura niyə 0 olmaz? Çünki bax, burada bu variant da var, baxın. Birdən deyir axı onu. Ay sağ ol, vəssalam. Kim idi o? Mən. Sağ ol, Salman. Tutmaq lazımdır da, yəni fikirləri tutmaq lazımdır. Baxın, bax, əgər mənə nəsə verməsəydi, yəni şərtdə nəsə deməsəydi, hə, mən çox fikirləşərdim əslində. D-mi, C-mi deyə bir qalardım biraz. Amma bunu dediyi üçün bunu da elədim. Bax, burada da bu hissə olduğu üçün mən bilirəm ki, aldığım böyük olacaq, əgər n ilə müqayisə eləsəm. Ona görə n-1 deməliyəm ki, addımım kiçilsin, həmin qiymətə gəlib çata bilim. Yaxşı. Aşağıda var idi mi? Yoxdur. 9-a baxırıq. Yenə deyir ki, necə? S dəyişənin hansı ən böyük natural qiymətində proqram ekrana 128 ədədini çap edər? Qəşəng. Yəni, burada çıxacaq 128. Bura diqqət eləyin. Bir də burada inkarım var yenə. Qırx beş deyim müəllim. Neçə? 45. 45. Bəli. Necə tapdım? Müəllim, mən nəzərə aldım ki, guya n bərabərdə 1-dirsə, orada 2 üstü 0-dır. Yəni 2 üstü 8 dəfə dövrə girməlidir ki, mən n 128-i götürüm ki, 8 dəfə Mo- 4. Aha. hə, çünki birinci dəfə girəndə 0-la girəcəm, sonra 1 olacaq. Elə ki, mənim 2 Sıfır üstü 1 hardadır yəni. ki? Elə nəzərə almaq lazımdır ki, mənim ora 1 verəndə mən 1 aram, sonra 2 üstü 0 1-i verir axıma. Aha. Sonra bir dəfə 2-yə vuranda olacam 2, 4, 6, 8, 28-ə qədər getməlidir. Aha. Ondan sonra indi 45 rəqəmindən ən böyüyü, aralarında ən böyük 45-dir, amma 43-dən 41-də ödəyir. Ondan sonrakılar artıq 9 dəfə çap edir. Düzdür. 8 dəfə belə, yəni 256 onda çıxır. $256. Hə, yəni elə bilin ki, 8 dəfə girmə, 7 dəfə girmək yerine 8 dəfə girmək yerine 9 dəfə girmiş oluruq da. Aha. Amma 43 41 qiymətləri də ödəyir. Ən böyük dediyinə görə 45 gəlir də. Ən böyük dediyinə görə 45. Yaxşı. Demək,
nə demək istəyirdi Elcün? Elcün deyir ki, burada n bərabərdir 1 var. Baxın, n bərabərdir 1 var. Bir də yəqin ki, buranı da demək istəyir. N bərabərdir n Anladım. vurulsun 2 var. Və bu ikisinin nəticəsində mənə axırda deyir ki, print n. Bu n-i də çap edib mənə 128. İndi mən 128-i götürsə, 128 2 üstü 7-dir. Niyə belə 2 üstü 7-yi nəzərə aldım? Bax, bura görə. N vurulsun 2-yə görə. Yəni, n-in neçə dəfə 2-yə vurub ki, cavab 128 alıb. Mən 2-nin qüvvətlərini bilirəm ki, 2 üstü 0-dan başlamalıyam ki, 2 üstü 0, 2 üstü 1, 2 üstü 2, gəldim 2 üstü 7. Bura qədər gəlməliyəm ki, mən nə alım? Bu 128-i alım da. 2 üstü 0-dan 2 üstü 7-yə qədər. 2 üstü 0 niyə? N bərabərdir 1-ə görə. Bura niyə? 128-ə görə. Buradan bura qədər mənim neçə addımım var? 8-lə. 8 addımım var. Amma mən nəzərə almalıyam ki, bu bir addımı elə başdan atıb da burada. N bərabərdir 1 deyib axı. Bağlı. Aydınmı? N bərabərdir 1 dediyi üçün onu başdan atıb. Ona görə də mənim dövrüm burada olur 7 dəfə. Yəni dövr dediyim haranı deyirəm ha, baxın. Bu hissəni sileyim belə. Dövr dediyim mən nəzərdə tuturam buranı. Yəni bura 7 dəfə dönübdür. Biri hazır idi. Bura qədər başa düşdükmü? Bəli. Tamam. Aha. İndi bax biri hazır idi. 7 dəfə mənim dövrüm olub. Biz bayaq belə bir şey dedik. Bax burada yazılanı necə götürəcəyik? Tərsə götürəcəyik də, düzdürmü? Natla verəcəyik. Onda elə natla olsa bu nə olacaq? S Böyük bərabərdir 94. böyükdür bərabərdir 94. Bir də burada mənim bir məqamı unutmayaq. Burada mənim baxın birdə nəyim var? Bax, bu hissəm var. S plus nə? 8. Bu dövrüm 7 dəfə oldu. Düzdürmü? Hər dəfədə 8 gəlib üstünə 7 dəfə dövr eləyib. Demək 7 dəfə 8-indir də, düzdürmü? Elə bir S plus 7 dəfə 8-in, yəni 56 böyükdür, bərabərdir nəyə? 94-ə. Onda S nə olar? Böyükdür, bərabərdir 38 mi? Belə olar. İndi elə bil, S bax, böyükdür, bərabərdir 38. 38-dən başlayaraq 7 dənə, yəni ümumilikdə 8 dənə, n bərabərdir 1 alanda da burada qiymət var. Ümumilikdə 8 dənə. 8 dənə 45-ə qiymət qədər. almalıdır. Bax, 38, sonra 39, sonra nə? 40, 41, 42, 43, 44, 45. Mənə də soruşur ki, ən böyük. Ən böyük nə oldu? 45. 45. Aydın oldu mu? Mən daha çox sizə riyazi olaraq bunu gedirəm ki, məntiqin, məqamın başa düşər. Çünki bu ədədlər üzərində işdir. Bu məqamın başa düşsə, məntiqin başa düşsəz ki, bura nədir? Elə ki, ədəbiyyatdan müəllim sizə deyir ki, gedin bir dənə romanı oxuyun. Bir də onun kiçik xülasəsi var. Aydınmı? Mən elə bil bunu romanı sizə oxuyuram ki, siz özünüzdə bir xülasə yığasınız ki, bax nəyə baxacağam, nə edəcəm. İndi Elcün, sən mənə bunun qısa yolunu denə. Bax, mən bunu sildim. Sən necə yanaşdın ki, dedin, əslində dedin nə deməyə, bir də təkrar elə ki, bu ikisini birləşdirsin uşaqlar. Hə, Mən nəzərdə tutdum ki, 2 üstü, yəni n bərabərdir 1 o vaxt ödəyir ki, yəni bu olmalıdır 2 üstü 0. aha, Hə.
128-i də almağım üçün ya Aha. 2 üstü 7 olmalıdır. Hı hı. Düzdür. Və en bərabər də 1 ilə girdiyimizə görə biz 8 addım yox, 7 addım hesablayacağıq. Dağıtdım hesablayacağıq, düzdür. Sonra 7-ni vurdum 8, 56. Aha. Bax bura görə vurdum. Aha. Hə. Sonra 94-dən 56-sını çıxdı. Aha. 94-dən 56. Bayaq biz çıxdığımız kimidir. Aha. Bəli. 38 ilə 45, 38 edim. Aha, düzdür. 38 ilə 45 aralığındakı bütün ədədləri götürür, ancaq bizə ən böyük dediyinə görə 45-in özü görməlidir. Maşallah. İndi 38 ilə 45-i də mən dedim də niyə? Çünki orada deyir ki, bax bunun tərsini götürməliyəm. S böyükdür, bərabərdir 38. 38-də 38-in özünü də götürürəm. 38-dən də yuxarı 8 dənə götürəcəm. Bu da səbəb nədir? Dövrdür. Yazdım belə yan yana, gəlir çıxır 45-ə, ən böyüyün dediyi üçün 45-i götürdüm. Vəssalam. Yaxşı. Bu belə. Ümid eləyirəm, 2 dəfə dedik, hamı başa düşəcək. Aha, ona baxaq. Deyir ki, S dəyişənin hansı ən böyük qiymətində proqram ekrana 96 ədədini çap edər. Bax, yəni gələcək burada mənə 96 çıxacaq. Yenə bax, burada şərtim var, tərsə götürəcəm. Burada dövrümü tapacağam. Yəni 3 ilə başlayıbdır, N 2-yə vura-vura gedibdir. Bax, təqribən gedişat belə deyək də, eyni cürdür. Dövrlərini saymalım 5 olar da. Ağlarla, düzdür. Burada da 23. Abi 23 olur. 23. Yaxşı, indi bunu bacardığımız qədər qısa deyək. Demək, burada 96 olduğu üçün N-i 2-yə vurur, amma N 3-dən başlayıb. Onda mənim dövrlərimin sayı bir dəfə olub 6, sonra olub 17, sonra olub neçə? Belə də deyim ki, başa düşülsün. 3-dən başlamayıb, 3 dəfə 2-in 6. Aydındır. Sonra 12, sonra Bağlam. 24, sonra 48, sonra 96. Bax, belə gedirdi. Başa düşdük. Yəni, ona görə sayı neçədir? 5-dir. Yəni, buradakı dövrün sayı 5-dir. Burada da baxıram ki, S plus 7 deyib. 5 dəfə dövr eləyəndə hər dəfə üstünə 7 gəlir. Bunda 5 dəfə 7 oldu nə? 35. Sonra nə edəcək? 51-dən, bax, burada şərtdə var. 51-dən çıxacağım 35-i. Qaldı nə? 16 mı? 16. Mənə də deyir ki, bunun tərsini yazsam, bax, böyükdür, bərabərdir dediyi üçün tərsini yazsam, kiçikdir, bərabər dediyi üçün tərsini yazsam böyük olar. S böyükdür 16-dan. S böyükdür 16-dan nə olur birinci deyək ki? Başlayır nədən? 17-dən, düzdürmü? 17 üstünə nə gəlib? 7 7. çıx 1. O da O da nə? eləyir 23. 23. Niyə 17 üstə gəl 7 çıx 1? Bir dənə bura mənə kimsə izah eləyəcəkmi? 17-ni bildikdə o S böyükdür 16 Kiçik oldu. bərabərdir söhbətinə görə, amma Nə söhbətinə görə? kiçik bərabərdir. Kiçikdir, bərabərdir. 17 tapdığım nədir? S-dir də, düzdürmü? Bağlamalı. Elə deyil. Bu dövrdən nə vaxt çıxacaq? Dövrdən, qoy buranı pozum qəşəng görsənsin ora baxın. Bu dövrdən o zaman çıxacaq ki, baxın. Dövrdən o zaman çıxıb mənə print n eləyəcək ki, bax, buradakı mənim S-im kiçikdir, bərabərdir 51 olacaq. Yəni, kiçikdir, bərabərdir 51 olanda aldığı qiymətə görə çıxacaq, bu print n eləyəcək. Bu da 23 olanda olacaq. Bu 23-ü hardan tapıram? 23-ü də bayaq dedik, S-im ən son oldu 17. 17.
17-nin üstünə 7 gəlib sonuncu dövrü gedəcəyəm. Ancaq n çöldən, yəni belə deyim də, sıfırla başlamır. Bir dəyərlə başlayır. Ona görə də bir addımı çıxacağım. Alacağım nəyi? 23-ü. Kim başa düşdü? Təsli desin bilim. Elə biləm bunu başa düşmədiniz. Mən başa düşmədim adam. Aha, İlknur başa düşmədi. Başqa? İlknur, bura qədər aydın oldu mu? Bax, silin buranı. Bəli, ora qədər aydındır. Ondan sonrası yox. Aha, ondan sonra. Yaxşı. Bax, fikirləş ki, bura 16 olsa, bax, bura 16 olsa, daha doğrusu burada S böyükdür 16-dan yazmışıq. Bunu biz tənlikdən tapmışıq, başlayın. S oldu burada neçə? 16-dan böyük oldu 17. Bax, mənim bura 17 olanda düşdü bura, baxın. S plus nədir bura? 7-dir də, düzdürmü? Bax, mən S axtarıram. S buradadır. S bərabərdir int input. S 16-dan böyük olmalıdır. Mən də 16-dan böyük plus 1 17 götürdüm. 17 olanda şərti ödəyib düşəcək bura. Bura olacaq 17 plus 7. Mən S axtarıram da, lap başdakı S axtarıram, tərsə gedirəm. Tərsə getdiyim üçün də kiçikdir bərabəri dəyişirəm. Bunun tərsi nədir? Böyükdür. Böyükdür olaraq tapdığım 17-dir, lap əvvəlki olan S. 17 üstəgəl 7, bu elədi neçə? 24. Amma mən burada baxıram ki, mənə çap elədiyi n-dir. N burada bir dəyəri ilə giribdir. Yəni 0 deyil, 0 olaraq başlamayıb. Ona görə də məcburam ki, buradan elə bil neyim? Minus 1 deyim. Bax, bu ifadəyə burada aldığıma minus 1 deyim ki, gəlim nəyə tapım? S dəyişənin ən böyüyü. Ümid edirəm aydın oldu. Yəni bir inkara baxacağım. İnkardan Yəni başa düşdüm mənim. Orada bir yerə qasmışam ona görə. Aydındır. yaxşı. Növbətiyə baxaq. 11. Deyir ki, proqramın icrası zamanı x dəyişəninin hansı ən kiçik qiymətində r sonu 9 ilə bitən 2 rəqəmli ədəd alar. Yaxşı. Kömək məqsədli buradan belə bir şey deyim. İndi məndə biraz göz alışqanlığıdır. Sizdə də bu formalaşacaq. Bax, bura nə edir? Buranı görün. Onluq sisteminə çevirir. Yox. Tersten geldi. Bax, burada aldığı d-ni, baxın görün harda yazıb. Bax, bunu belə deyim, kömək məqsədli belə deyim. R bərabərdir 10 vurulsun R plus D yazıb. Bunu belə də yaza bilərdi. R bərabərdir D plus 10 vurulsun R. Görürsünüz, bax, belə yazmayıbdır. D buradadır. Və D də nədir burada? Ədədin rəqəmidir də son rəqəmi. Son rəqəmləri çıxadır. Kimsə nəsə dedi bir. Ben dedim tersten yazar. Salmanov düzdür. Tərsdən yazır. Əla. İndi burada tərsdən yazdı. Buranı öyrəndim ki, bax, bu hissə, yəni mənə eri necə yazacaq? Tərsdən yazacaq. Bura qədərini öyrəndim.
İndi buradakı şərtə qayıdıb bir də baxıram. Deyir ki, proqramın icrası zamanı x dəyişəni hansı ən kiçik qiymətində eğer sonu 9 ilə bitən iki rəqəmli ədəd olar. Sonu 9 ilə bitəcək. 91 olar da müəllim. Aha, Bağlı malım 91. 91 olar. Niyə 91? Niyə 91? Cavabınız düzdür. Yəni mən bura elə bir 91 yazsam, burada da tərsə çevirir axı. Və mənə deyir ən kiçik. Elə bir baxın, bayaqki o 50, elə bir 5-0, 5-1 kimi bir şeydir təqribən. Baxın, mən burada 9-0 götürsəydim, desəydim bunu tərsə çevir olacaqdı 0-9. Başa düşürsünüz? Bağlı malım. Aha. Anladım. Ona görə də bunu götürəmirəm. Ən kiçik olaraq mən götürürəm 19 ki, bunu çevirsin, 91 olaraq yazsın. Yəni, bax, buranı başa düşmək lazımdır ki, birinci növbədə tərsi yazır. Sonra ona uyğun olaraq da cavabı, yəni məntiqi olaraq buradan fikirləşmək lazımdır. 9-0 mı, yoxsa 9-1 mi şəklində. Yaxşı. 12. Proqramın icrası zamanı S dəyişəni hansı ən kiçik qiymətində n 2 rəqəmli ədəd olar? Bu o qədər də çətin deyil məncə. Otuz 35. Manca ha malım. Yerinə qoydunuz yoxsa neyləniz? Malımın yerine koydum. Hələ daha tez tapa bilərsən, bəli. Əslində o da bir yoldur, Elgün. O deyir ki, ə, nəticəyə gedən bütün yollar mübahdır da, yəni mənə nəticə lazımdır. O baxımdan Ben bir cavab de daha doğrusu bir tane de mantıklı işte yaptım ki orada n-5'teyse deməli axırı 5'dən qurtarmalıdır. Ona görə adı, yerini atdım. əla. Bir dənə onu deyəcəydim, vəssalam. Bax, bir dənə o məntiq idi orada. Həllin eləməyə eləyək. Yəni həlli ilə getsəm necə gedərəm? Hə? N bərabərdir n-5. Neyinir bu? N5 fayda azaldacaq tamam. 5 azalda gedir. Bəli. Düzdür. Hər dövrə gedikcə 5 azaldacaq. Aşağı. Burada da deyir ki, n bərabərdir s-ə. Onu belə çıxır ki, n-ə əvəz edə bilərik. N-i s-lə əvəz edə bilərəm. Bir də bura bax. S bərabərdir s Ha, plus n. Yəni 2 dəfə s-i canlayır da. S-i cəmləyir. Ay sağ ol. Yaxşı. İndi tərsdən getsəm nə etməliyəm? Bunu əgər ifadə olaraq yazsam. Tərsdən getsəz mənim. Ən birinci 125-i kiçik bərabərdən böyük bərabərdir yazıyıq. Aha, 125 böyükdür, bərabərdir s plus n-lə. Yox, tərsinə kiçik bərabərdir olacaq. Mən həmişə elə 125 kiçik olmalı. düzdür. 125 kiçikdir, bərabərdir.
Hə, S plus N. Bura nə yazım S plus N-ə? Ve 2S yazmaq olar. 2S. Aha. Belə çıxır ki, o da edir 64.5 elə bir. 64 62.5. 62.5. 62.5. Yaxşı. 62.5. Bunu belə saxlayaq. Aha. İndi buradan irəliləsəm. Ona baxıram. Tamam, sən nə deyirsən? Ben böyle bir şey tapamadım. Aha. Tamam, olsun. Yenə də fikrin nədir? Elə axırı 5 olanı seçəcəyik mən bir də. Axırı 5 olan seçəcəyik. Sizə belə bir şey deyim də. Burada indi biz məntiqi yanaşırıq yanaşmağa. Tamam, yəni məntiqi yanaşıq. Burada deyir ki, proqramın S dəyişən hansı ən kiçik qiymətində n 2 rəqəmli ədəd olar. Düzdürmü? Biz deyirik 35-ə. Düzdür. Gəlin 35-i yazaq bura. Mən əslində burada bir şey gördüm. 35 yazdım. Burada oldu 35. Bura nə olar? S bərabərdir. 3. 3. S dəyişənin hansı ən kiçik qiymətinə n 2 rəqəmli ədəd olar? S dəyişən. Aha. Bura oldu 3. Dedim bəlkə səhv fikirləşəm. Tamam. İndi gəldim burada baxın. 3 plus nə? 35. Bura oldu nə? 38 kiçikdir 125-dən. Aha. Düşdüm aşağıya. S nə olar? S plus n'dir də. N də 35-dir. S də 3-dür. 38. N bərabərdir nə olar? 30. Bunu mən axıra qədər həll eləməyə çalışacağım. Bir şey deyəcəm sizə. Yəni əslində burada yaxşı, bura bir x qoydum, baxın. Demək, qayıtdım yuxarıya. 38 plus 30 mənə nə verdi? 68 kiçikdir 125-dən. Şərt ödəndi. Düşdüm aşağıya. 38 plus 30 bura oldu 68. Burada oldu 25. Təzədən 68 plus 25 nə olar? 93. 93 kiçikdir 125-dən. Yaxşı. Gəldim, bura oldu 93. Bura oldu 20. 93 ilə 20 mənə verdi nə? 113 mü? Kiçikdir 125-dən. Bura oldu 113. Bura oldu 15. 128 kiçikdir 125-dən. Şərt ödəndi mi? Xeyr, ödənmir. Ödənmir. Ödənməyəndə n mənə də n-i deyir çap elə. N olur nə? 15. Burada da nə deyir? Dəyişənin hansı ən kiçik qiymətində n 2 rəqəmli ədəd olar? Yox, 2 rəqəmli olur. 2 rəqəmli olur. Hesablamamız düz getdi də yəqin ki.
Düz getmişəmsə 2 rəqəmli olur. Səhv getmişəmsə mən belə bir fikirləşdim ki, bunun burada verilən rəqəmlərdə həlli yoxdur. S dəyişənin hansı ən kiçik? İndi burada məsəl üçün 33 götürsək necə? Olmayacaqmı? Xeyr müəllim, olmaz. 33 götürsəm, ə, gəldim burada yenə 3 çıxdı. 3. Burada 33. Yəni sonda buradan 3 çıxsam, bura 18. 3 yox, 5 çıxsam. Bura deyək ki, bundan kiçik 17, 5 çıxsam 12. Yenə ödəyir axı. Ödəmirmi? Yəni 32 qoysam yenə 3 qaldı. Elə bilirəm yenə ödəyəcək. 40 qoysam 4 qaldı. Orada da 40. Məncə hamısını da ödəyəcək. Baxın görün bir. Müəllim, siz S-in 32 tapırsınız. Amma orada əsas önəmli olan odur ki, ən kiçik alınsın. Yox, ən 2 rəqəmli alınsın. 2 rəqəmin özü də ən kiçik alınsın. Bax. Yox, S-in ən kiçik Ən qiyməti kiçik müəllim. Ən qiyməti. kiçik olmaya bilər. Əsas o da ən 2 rəqəmli alınsın. Yaxşı, mən bura 35 qoymuşam da. İndi deyirəm ki, 33 qoyaq. 33 35-dən kiçikdir də. Belə baxanda. 35 böyük olmalıdır ki, 2 rəqəmli olsun da. Bildimi? İndi deyir ki, 30 birazdan S kiçik ola bilər dəyişən müəllim. hansı? Ən 2 rəqəmli olmur onun. Baxaq görək olur, olmur. 33 olsa, bura 33. Gəldim bura. Bura neçə oldu? 3. Gəldim bura. 3-dən 33. 36. Kiçikdir 125-dən. Gəldim bura. Bura yenə oldu 36. Bura gəldim. 36-dan 5-in 31. Sonra bu ikisini topladım. 36 ilə 31-i. Nə oldu? 67 mi? Kiçikdir 125-dən. Gəldim bura. Bura oldu 67. Bura oldu 31-dən 5-in 26-sı. Sonra bu ikisini topladım. 67, 25, 26. Nə oldu? 93 mü? 93 kiçikdir 125-dən. Gəldim bura. Bura oldu 93. Bura oldu 21. Sonra bu ikisini topladım. Nə oldu? 114 mü? 114. Kiçikdir 125-dən. Bura oldu 114. Burada oldu 21-dən 5-in çıxdım. Neçə qaldı? 16 mı? 16. Sonra bu ikisini toplasam olur 130. Kiçikdirmi? 125'ten değil. Yeni 2 rəqəmi aldım da. Olmadı. Məncə burada nəsə bir səhvlik var. Yəni mən düz Müəllim, burada 33 yazmışsınız, yəni n bərabərdə 33 yazmışsınız. Aşağıda da n-dən 5-in çıxıb 31 yazmışsınız. 33-dən 5-in çıxanda 28 olmalı idi. tamam, bura 28 olsa, sonra 5'in çıxsam neçə?
23. Sonra 5'in çıxsam neçə? Siz deyin yazım ki, mən səhv eləməyim. 18. 18, Sonra 5'in çıxsam 13. 13 və salam. 13 2 rəqəmli deyilmi? Orada S ilə D-ni topladığınıza görə bəlkə yuxarıda kiçik rəqəm olacaq. Onunla toplayanda yenə Yaxşı. 125-dən kiçik olacaq. Bura 28. Bura 28. Ee, Gələk harda toplayaq bir dəqiqə. Və buranı silim bir də baxaq da. Bax, buranı da silim. Burada S plus N oldu mu 36? 36 müqayisə elədik. 36-dan yox 33-dən 33-dən 5-in çıxdıq. Neçə qaldı? 28. 28. İndi siz məni yönləndirin. Mən biraz deyəsəm çox hesabladım, qarışdı uje. Yaxşı, bu 28 ilə 36-nı toplasam nə eləyər? 64. 64. Düzəltdim, bax 67-yi də elədim 64. Aha, bura oldu 64. Bura 28-dən 5-in çıxsam 23-ü. Aha. Sonra 64 ilə 23 nə eləyər? 87. 87. 87. Aha, bura oldu 87, bura oldu 18. 18. 87 ilə 18-i toplasam 105. 105. 105. Bura oldu 105. Bura oldu 13. 105 ilə 13-ü toplasam 118. 118. Hə, 5-in çıxsam uca 8. Bəli. Yolunda düzdür. Bunda ödəmirsə 32-də də ödəməyəcək, elə olacaq 35. Düzdür. Mən nəsə bayaq hesablayanda nəsə elə yəqin ki, hələ yanaşmışam. Hesablayanda gördüm. Dedim bəlkə o birislərdə ödəməyəcək. Düzdür uşaqlar, düzdür. Əla. Yaxşı. Növbətiyə baxsaq 13. Nə deyir burada? N dəyişənin hansı ən kiçik qiymətində proqram ekrana 12, 2, bir də 2 qiymətlərini çap edər. Demək, burada elə bil belədir. S 12 olacaq, M 2 olacaq, H da olacaq 2. Belə, bu şəkildə çap eləyəcək. Yenə görmənizi istədiyim bir yer var. Hə, fikrinizi deyin görək nə deyirsiniz? Bacım alın 500 aldı belə eləyir. Niyə? Alın birinci də 500 aldı birdən başladım mən. Yerinə qoydum orada. H2 aldım elə. Emir də 2 aldım 10 aldı 500 aldı belə. Tamam Elcim, burada indi yerinə qoyum, həll eləyəm. Yaxşı, başa düşdüm buna. Birdən buna açıq verdi belə. Onu tam aldım bilmem. Tamam.
Uğur, bir fikrin varmı yoksa izah mı eləyim? Burada S8'in qalıqları olacaq. Böləndə 8'i qalıqlar. Demək, burada 8-lik də ədəd. Aha. Düzdürmü? Burada yuxarıda daxil edilən onluqdur. Bax, bura onluqdur. Amma axırda baxın, burada o S-də mənə göstərdiyi nədir? 8-likdir. Aydınmı? Burada nə edir ha? Bax, bu demək S-i belə burada bir yazıram aşağıda. S plus N-in qalıqlı bölməsi 8-ə. Bax, bura 8-liyi çıxardır. S-də bunun rəqəmlərin toplayıbdır. Toplayıb 12 alıbdır. Yəni 8-likdə olan yuxarıda daxil edilmiş ədədi çevirib 8-liyə, onun 8-likdə olan rəqəmlərin toplayıb alıb 12. Buranı elə bilirəm, başa düşdük. İndi baxın. Bir də buranı yazım. S 12-dir. M 2-dir. H da 2-dir. Yaxşı. İndi 8-liyə çevrilmədə belə bir şey var uşaqlar. Tutaq ki, bir ədəd dedim, mən onu 8-liyə çevirim. Amma balaca bir ədəd olsun da, böyük, yəni orada 11. məharətimi göstərmirəm də, yəni 11 dediniz. Böldüm 8-ə. Düşdü bir dəfə 8. Qalığım nədir? 3. Necə ədəddir? Tək. İndi bir də, məsəl üçün 12 deyirəm. Böldüm 8-ə 1, 8, qalığım cütdür. Yəni, nə demək istəyirəm? Ədəd cütdürsə, qalığı cüt qalacaq. Ədəd təkdirsə, qalığı tək qalacaq. Bu fikrimi də izah edə bildimmi? İndi bu niyə deyirəm, oranı deyəcəm. Baxın. Bura fikir verin. Deyir ki, əgər n-in qalıqlı bölməsi 2-yə eynidirsə 1 ilə, onda h-ın üstünə 1 gəl. H neçə olubdur? 2. Yəni, ədədin, burada n ədədinin, daxil edilən o n ədədinin qalıqlı bölüb 2-yə. Bu əgər təkdirsə, onda h-ın üstünə 1 gəlib. H 2-dirsə, demək 2 dəfə bura dövr eləyib. M-ə baxıram ki, M də 2 dəfə dövr eləyib. Düzdür, bax, burada da M 0-dır, H da 0-dır. Üstlərinə 1 gəlib, yəni 2 dəfə 1 gəlib ki, bura 2 eləyib. Baxın, if işləsə 2, H işləsə 2. Onda mənim dövrümün sayı neçə oldu? 4 olar mı dövrümün sayı? Bağlı 4 daha. Yaxşı. Elə bilirəm, bura qədər razılaşırıq bir-birimizlə. Bura qədər başa düşdük. Dövrümün sayı 4-dür. Baxın. İndi buradan sonra baxın, görün, bax, təhlil olunası yerləri mən dedim. Nə etmək lazımdır? Yaxşı, bir də buranı işarə edirəm. Baxın, bura 4-dür. 4-dürsə, indi mən də buradan rəqəmləri çıxartıram da, düzdürmü? Bu valin içində, baxın, buradan rəqəmləri çıxardıram və rəqəmi kiçildirəm. Daha doğrusu ədədi kiçildirəm. 4 dəfə dönübsə, onda mənim 8-likdə verilən ədədim neçə rəqəmlidir? 4 rəqəmlidir də. 2 dəfə bura işləyib, 2 dəfə də bura işləyib. Bağlı. Ay sağ ol. Bunu da gördümsə, indi mənə deyir ki, n dəyişənin hansı ən kiçik qiymətində? Ən kiçik qiymət deyir. Mən 8-liyin rəqəmlərini yazdım bura. Aha, belə gəldi. Bunu da mən 0 ilə başlaya bilmərəm ki, düzdürmü? Nə ilə başlamalıyam? 1. Ay sağ ol. 1 yazdım. 1, 2, 3, 4. İndi bax, burada bir detal nədir? Bax, mən bayaq burada dedim ki, S-də
8-liyin rəqəmlərini toplayıb 12 alıb. Bax, bu hissəni bayaq dedim. Burada önəmli Hə, olan bildim. odur ki, burada yazdım tutaq ki 1, 2, 3, 4. Bu cəm 12-ni verəcəkmi? 4-ün cəmi 12 eləməlidir yəni. Ay sol, 4-ün cəmi Yəni 12. belə çıxışı qalan ikisinin də cəmi bizə 11 verməlidir qalan üçün. 11 verməlidir, əla. Bir də necə Onda 1 çalışmalı? Ən kiçiyini yazmalıyam. Bax, ən kiçik. 1 2 Ən, 4 7. bax, ən kiçik yazmaq üçün biri indi burada məcburam da yazıram qabaqda, düzdürmü? İkinciyə mütləq 0 yazmalıyam. Aha. İndi bu tərəf nə olar? Necə dediniz? 5 5. Yox 5 6. Yaxşı, 5 6-da yazacağam. Birini də dediniz, eşitdim onu. 4 7. Bax. Onu da yazdım. 4 7 ödəməlidir. Kiçikdir axı ona görə. Hə. İndi baxın, bu ən kiçik olmalıdır. Ən kiçik deyəndə bura ən kiçik olmaz da. Baxın, 0 1 2 3, düzdürmü? Bunu çevirsəm Bax. n-in ən kiçiyini almaram axı. Belədir ya, yox? Belə adım alım. Orada 8-i 5-ə vuracaq, burada 4-ə vuracaq. Ona görə Sol, kiçik vəssalam. almalıdır aşağı. Vəssalam. Ona görə də ədədim 8-likdə budur. İndi mən bunu çevirsəm nəyə? 10-luğa çevirməliyik. 10-luğa çevirməliyəm. Ona da bir zəhmət bir çevirin görün nə olunur. 0 1 2 3 8 üstü 3. Yəni 2 üstü 9. 512 üstə gəlinsin. 30 neçə? 32 32 O da eləyər 551. bağlamalı. Başa düşdük. Bağlamalı. Başdan ayağa şahmat, de görürsünüz. Təhlil eləyəcəksən. Burada bu şey, burada bu şey, burada bir şey. Yəni detal çoxdur. Bax bu misalın özündə detal çoxdur. Yəni baxmalı, görməli olduğunuz yer çoxdur. Yaxşı. Bill Gates ona görə Bill Gates'dir. Bax, uşaqlar. Yaxşı. 14-ə baxsaq, yorulmamısınız? Bunu bir 15 eləyək, 14, 15 dayanaq. 14-ə baxaq. 14-də uşaqlar 2 məqam var. Baxın, bir burada. Birinci buranı həll eləyəcəm. Bu for-dan çıxandan sonra bu if işləyəcək. Ya da bu else, bilmirəm indi hansısa. Mən oranı bilərəkdən işarə edirəm ki, siz daha tez hərəkət eləyəsiniz. Burada artan sırayla olmalıdır. Yeven diyelim. Allah. Olursa. Baxın. Buranı bilə-bilə işarələmədim ki, indi yəqin oxuyursunuz, buranı görəcəksiniz. Burada stringer elədi n-i. Yəni n-in öz dəyərini Həsəb saxlayır ha. Bir də n bərabərdir, stringer n deyir. Stringer elədi, burada deyir 0-dan len n minus 1-ə. Yəni, məsəl üçün, mən burada götürsəm, Uğur ucu tapıb deyə bu şəkildə yazıram. Normalda bu şəkildə yazmazdım, yəni axtarmaq üçün. Da tapılıb deyə belə yazıram ki, elə artan sıra olsun ki, tez çıxsın. Ya da indi mən burada belə yazdım, siz yazardınız, məsəl üçün, tutaq ki, 235, elə bunun üçün yazardınız. Fərq yoxdur. Yaxşı, burada deyir ki, əgər n-i kiçikdir bərabərsə n-i plus 1-dən k-ın üzərinə 1 gəlsin. Yəni, bura nə deməkdir? N-i dediyi buradır da, düzdürmü? 0-dan başlayıram da, 0. İndi neçə dənə yazmışam? Məsəl üçün, bunun üstündən gedək. 0, 1, 2, düzdürmü? Bura olur 3. Mənim addımım nədir? 0, 1. Belə, bu şəkildə gedəcəm. İndi 0-cı indeksdə olan kiçikdir bərabərdirsə 0 plus 1-dən, yəni birinci indeksdən. Baxıram Yəni bu ki, deməkdir ki, elədir də. birinci ikincidən kiçik. ISO birinci ikincidən kiçikdir. Onda k-ın üstünə 1 gəlir. Sonra gəldi birinci indeksdə olan
birinci indeks plus 1, ikinci indeksdə olandan yenə kiçikdir. Yenə k-ın üstünə 1 gəlir. Sonra deyir ki, len n eynidirsə k ilə, bunun uzunluğu eynidirsə k ilə, k-da burada 1 götürübdür. K olacaq 3. 2 dəfə üstünə 1 gələndə olacaq 3. 3 eynidirsə 3 ilə yes deyir. Yəni ona görə də cavab budur. Ədədin rəqəmlərinin artma istiqamətində düzülüb düzülmədiyini yoxlayır. Mən biraz başda Vallahi. dayananda biraz cavablara baxdım. Burada Azərbaycan dilimizi də yoxlayır. Ondan da ağıl. Baxın. A bəndində yazır ki, ədədin rəqəmlərinin azalan istiqamətdə bunu başa düşdüm. B-yə baxın. Ədədin rəqəmlərinin azalmayan istiqamətdə düzülüb düzülmədiyini yoxlayır. Sonra ədədin rəqəmlərinin artmayan istiqamətdə, yəni nə bilim Rusazada şey yazıblar. Misal yazıblar. Bir tərəfdən də Azərbaycan dilini yoxlayırlar, görsünlər bilir yoxsa yox. Yaxşı. 15 eləyək uşaqlar. Demək, proqramın icrası zamanı x dəyişənin hansı ən böyük qiymətində proqram əvvəlcə 3, sonra isə 120 qiymətini çap edər? Valla bu tipdə sual işləmiş deyə keçən dəfə. Ay sağ ol. O bir tərəfdə hardasa biz buna rast gəlmişdik. OTK-da eləmirəm olmuşdu. OTK-daydı mı? Ya şeydə 20 sınaqda. Valla OTK 20 sınaqdaydı. Orada rast gəlmişdik, düzdür. Bunu eləmişik. Gəlib ya bu da idi. Orada eyni sual dəyildi müəllim. Orada deyirdi əvvəlcə 1, sonra 2 çıxsın. Hə. Burada necədir? Baxın, burada yenə bir 8-lik məsələsi var, baxın. Rəqəmlərin hasilini istəyir bir qədər. Kim idi o? Mən Uğur bəy. Rəqəmlərinin hasilini istəyir. Aha. Cavabım onda nə olar? D variantını oxşur müəllim. de bəndə olar. D bəndi olar. 654. Ee, Demək, burada baxın, elə bir L olmalıdır 3, burada dediyinə görə də. M də olmalıdır neçə? 120 mi? Bu hissədən fikir versəm, burada rəqəmləri ayırır, sonra M-ə vurur. Mənə deyir ki, x dəyişən hansı ən böyük qiyməti? Ən böyük dediyi üçün mən burada M-i vuraram 8-liyin ən böyük rəqəminə də, belə deyil. Yəni 7 Bağlı. vuraram da. Aha. İndi 7-yə vuracağamsa, bir də burada dövrün sayına baxsam, dövrün sayı neçə dəfə olar? Hmm. 3 dəfə Ay sol. Kimi də onu deyən? müəllim. Ölgün, niyə 3 dəfə? Əvvəlcə 3 dəfə deyə bax ona görə. Ay sol. Əvvəlcə 3, sonra 120 qiymətini çap eləyir. Anladın mı? Bax. Elde sıfırdan başlayırsa, burada el 3 olubsa, demək 3 dəfə dövr eləyib də, burada da 1 gəlir üstünə. Aydındır mı? Bax. 3 dəfə dövr eləyib, 3 dəfə dövr eləyəndə də eli bir vahid artırıb, başa düşdük. Orada da elə bil, yaxşı, M tərəfini nə edib? Oranı deməyim, bir soruşum. Orada da dedik mi rəqəmlərin hasili. Aha. Rəqəmlərin hasili. İndi mənim Mənim- burada Bax. mənim burada ən böyük qiyməti almağım üçün buranı da yadınızda saxlayın, belə yazım. Ədədləri necə yazmalıyam 8-likdə? Burada da 8-liyə ayırırdı. Almasam onda belə çıxır ki, B olmalı da. 8-likdə 8-lik olanmaz. Elə bil ki, n vurulsun ədədləri deyil, rəqəmləri deyil. Rəqəmləri hasili mənə verməlidir. Elə bil bu olacaq 3 rəqəmli. Çünki burada 3 addım olursa 3 dəfə dönəcək. Bura olacaq 3 rəqəmli. Bax, birinci onu təyin edirəm. Vallahi. 3 rəqəmli. Bu rəqəmlərin hasili də olacaq 120.
Burada da işlənə bilən rəqəmlər, Rəqəmləri asılı 120 verən olsa bir variant var da amma. yəni bu 3 dənə rəqəm ola bilər də. Düzdürmü? 4, 5, 6 da. Bəli, həm də ki, məncə ardıcıl rəqəm olmalıdır. Birinci bilməliyəm ki, da burada 120-ni almaq üçün, hasil eləmək üçün ya 4 dəfə 5-in 20, bunu vurdum 6-ya, ya 5 dəfə 6, nə bilim 30, bunu vurdum 4-ə. Bu şəkildə olmalı ki, mən 120 alım. Bunu da ən böyük dediyi üçün ən böyükdə nə olar? 7, 5, 4 olar tamam mı? 7, 5, 4 niyə? 7 hardan Yo, çıxdı? 7 5 4 7 5 4 120 vermir axı. 4 5 6 120 verir. 4, 5, 6, 120 verir. Bunların da ən böyüyü nə olar? 654 olur da. Bağlamalı. Başa düşdük. Mənim həm də elə variantlarda rəqəmləri hasili 120 olan variant elə bir dənə variant. Ayşə. Birbaşa elə də baxa bilərdiniz. Haranı görsəydim. İndi mən biraz xırdaladım yenə. Baxın. Hələ qəşəngdə mənim açıq olsaydı elə belə yazmaq lazım. Hə. Mən xırdaladım ki, tam başa düşək nədir, nə dəyir. Yəni 3 rəqəmli olduğunu bilək. Bax 3 rəqəmli olduğunu buradan bildik. Dövr 3 dəfə davam eləyir. Yəni 3 dənə rəqəm də bir-birinə vurur. Nəticə də burada 120 olursa, burada da mən baxıram ki, m-i vurur 8-likdən aldığı rəqəmə. Demək, gəlir sonda 120 alırsa, m də burada 1-dirsə, demək bu 3 dənə rəqəmi vurdu bir-birinə aldı 120-ni. Oradan tapıram ki, burada 4, 5, 6 ola bilər. Mənə də ən böyüyündə isə 6, 5, 4, 654 deyə düzəldəcəm. Vəssalam. Yaxşı uşaqlar. Bura qədər dedik. İndi mən çalışdım ki, daha çox bu tipli misallarda dayanaq. Çünki belə görsəniz ki, getdikcə biraz çətinləşdirirlər. E, ən çətin yanaşmalardan biri güya budur. Hələ bu deyil, ancaq bu günə görə güya budur. Yəni bu misallar üzərində durma səbəbim buydu. İnşallah bir şeylər öyrəndik. Bir şeylər mən də sizə izah eləyə bildim. Hamınıza xoş gün arzulayıram. Gecəniz xeyrə, vaxtınız xoş. Sağ olun. Siz sağ olun.